Sizin həmişə maraqlı bir fikriniz var ki, uğur qazanmaq üçün 10.000 saat prinsipi var. Yəni ilk 10.000 saatı zəhmətlə, əzmlə işlədinsə, uğur səni tapacaq. Bəli, istənilən işin ustasına çevrilə bilər. Bu həkimlik də ola bilər, bu sənətkarlıq da ola bilər. İstənilən insan bir işi sevərsə, səbat, yəni orada səbir edərsə və 10.000 saat qanunu, bu da təxminən 3 il yarıma denk gəlir. Yəni bu periodu keçərsə səbirlə işini sevərək, o istedada və yaxud ustaya çevrilə bilər. Yəni iki şərt, iki qızıl qayda var da burada. Səbir və 10.000 Sevgi, saat. 3 dənə. Sevgi, səbir və 10.000 saat qanunu. Sıradan çıxacaq peşələr və gələcəyin peşələri hansılardır? Hansı peşələrə yönəlməyi daha məqsədə uyğun hesab eləyərdiniz? Gələcək gedişat bunu göstərir ki, gələcəyə doğru getdikcə data analitika elmi dərinləşməyə başlayır. Çünki süni intellekt qərar versə də data əsasında qərar verir. Süni intellekti data ilə təchiz etmək lazım ki, daha doğru qərarlar versinlər. Ona görə data analitika tabanlı, yəni bu fakültələr açılır. Bu tabanlı peşələr çox ehtiyac olacaq. Bu üzrə özlərini hazırlaşdırsınlar. Bir də sosial elmlər. Mən məsləhət görürəm ki, sosial elmlər artıq biz belə deyim, süni intellekt vasitəsilə gördük ki, məntiqi təfəkkürə çox da ehtiyac olmayacaq. Artıq nə riyaziyyat, nə kalkulyator, yəni nə riyazi hesablama, bunların hamısı süni intellekt bizim üçün edəcək. Şeir də yazacaq, ədəbiyyat da yazacaq, amma onda bir Tolstoy ruhu olmayacaq. Ona görə sosial elmlərin önəmi daha artacaq və data analitika önəmi daha artacaq.